Diqqət, sizinlə işimiz var. İş qurmaq, mövcud biznesini böyütmək, karyerasında irəliləmək istəyənlər üçün Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bilirsiniz ki, yüksəliş müsabiqəsinə qeydiyyat da artıq başlayıb və bu qeydiyyat mərhələsi aprelin 10-na qədər davam edəcək. Biz bugün həm bu mərhələ haqqında danışacağıq, həm də yüksəliş müsabiqəsində ümumiyyətlə qalib gəlmək üçün yumşaq bacarıqların rolu nədən ibarətdir və bunlara insan özündə necə inkişaf etdirə bilər? Bununla bağlı da bütün suallarımı bugün yüksəliş müsabiqəsinin eksperti, yumşaq bacarıqlar üzrə təlimçi və koç Kəbirə Məmmədova cavablayacaq. Sizin də mövzu ilə bağlı suallarınız yaransa bizimlə əlaqə saxlaya bilərsiniz. Telefon nömrələrimiz açıqdır. Söhbətə sən də qoşul. Telefon nömrəsi 012 404 11 22. Kəbirə xanım, xoş gəlmisiniz. Necəsiz? Salam Nərmin xanım, çox sağ olun. Siz necəsiz? Təşəkkür edirəm. İstəyirəm əvvəlcə başlayaq qeydiyyat mərhələsi haqqında. Bu mərhələdə siz ekspertlərin rolu ümumiyyətlə nədən ibarətdir? Təşəkkür edirəm Nərmin xanım. İlk öncə deyim ki, yüksəliş mərhələsi bir qiymətləndirmə və inkişaf müsabiqəsidir. Yəni bu bir inkişaf etmək istəyənlər üçün gözəl bir platformadır və ona görə bu təkcə bir mərhələdən, qeydiyyat mərhələsindən ibarət deyil. Qeydiyyatdan sonra daha 4 mərhələ və yarımfinal və final mərhələ, 6 mərhələ deyərdim vardır. Uzun bir mərhələdir. Çünki müraciətçi sayının çox olduğunu nəzərə alaraq onları hər mərhələdə sanki əliyərək sona qalibləri seçmək üçün bu mərhələlərdən istifadə olunur. Hal-hazırda qeydiyyat mərhələsi davam edir. Bildirdiyiniz kimi 28 fevraldan 10 aprelə kimi 6 həftə ərzində yüksəliş müsabiqəsinin qalibi olmaq istəyən şəxslər müraciət edə bilər. Bunun üçün çox böyük tələblərimiz yoxdur. Sadəcə olaraq ölkə vətəndaşı olmalıdır, 21-51 yaş məhdudiyyətimiz var, ali təhsili olmalıdır və ən azı 2 illik idarəetmə təcrübəsi olmalıdır. Bu qeydiyyat mərhələsi bitdikdən sonra bizim digər mərhələlərimiz olacaq. Bu haqda mı danışım? Danışaq. Ən çox hansı mərhələ çətinlik yaradır? Ən çox iştirakçıların rəylərinə görə ən çox idarəetmə bacarıqları layihəsi çətinlik yaradır. Bu üçüncü mərhələdir? Bu 4-cü mərhələdir. Yarımfinal və finaldan öncə, yarımfinaldan öncəki mərhələdir. Məsələn, orada nə soruşurlar? Orada idarə etmə, biz idarə ediciləri, gələcək potensial, bilik və bacarıqlı idarə ediciləri seçdiyimiz üçün bu mərhələ çox vacib sayırıq və ona görə bu mərhələni təxminən mən təsvir etsəm, burada biz iştirakçıların strateji düşüncə bacarıqlarını, tənqidi düşüncə bacarıqlarını, layihələrin idarə edilməsi bacarıqlarını və emosional zəkalarını ölçürük. Təxminən bunu mən prinsip olaraq izah etsəm, bir şəxs idarə etmə vəzifəsində öz komandasını, proseslərini və bütün səhnəyə baxma qabiliyyətini necə göstərir, onu ölçmək üçün biz bu mərhələdən istifadə edirik. İştirakçıların çoxuna bu çətin gəlir. Hətta keçən il biz bunu dəyişdik, həmişə bu onlayn olurdu. Artıq keçən ildən bu əyani şəkildə olduğuna görə bəlkə bu da onları biraz çətinləşdirib. Amma suallar test formasında olur. Suallar test formasında olur, bəli. Bu ya 4 çox seçimli suallar olur, ya 2 ya 4 seçimdən ibarət test formasında olur. Və bax, məsələn, əsas qeyd etdiniz ki, strateji idarə etmə, tənqidi bacarıq, layihələrin idarə edilməsi və emosional intellekt. Bunları insan özündə necə inkişaf etdirə bilər? Bu səndə ya var, ya yoxdur? Yox, mən artıq inanıram ki, düzdür, mənim əməkdaş, bizim kolleqalarımız məndən razılaşmır, amma bütün bacarıqlar inkişaf etdirilə biləndir, öyrənilə biləndir. Sadəcə onu vərdiş kimi özümüzə gətirmək lazımdır. Hətta məşhur Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsi var. İnkişaf etməyi istəyən və yaxud sabit düşüncə tərzli insanlar, inkişaf etməyi seçənlər həmişə inanırlar ki, onun indiki halı son yekun halı deyil. Həmişə inkişaf etmək mümkündür. Və beynimizin plastikliyini nəzərə alaraq bütün bacarıqlar öyrənilə biləndir. Bütün yaşdan, potensialdan, şəraitdən asılı olaraq onun səviyyəsi və çətinlik dərəcəsi fərqli olacaq. Amma istənilən halda bütün bacarığı biz öyrənə bilərik. Amma bu idarə etmə bacarığı olduğu üçün mütləqdir ki, insanların idarə etmə təcrübəsindən gəlməlidir. Yəni təkcə kitab bilikləri ilə deyil, həm də təcrübə bilikləri də burada önəmli rol oynayır. Məsələn, strateji düşünmək dedikdə biz onu nəzərdə tuturuq ki, böyük həcmli informasiyanı təhlil edib, əsas aspektləri görüb, səbəb-nəticə əlaqələrini birləşdirib, onu izah etmək bacarığıdır. Ümumi desəm, geniş, dərin və hər tərəfli düşünməkdir.
ki bunu biz məktəbdə öyrədilmir, universitetdə ola bilsin ki, кейslərlə olanlar öyrədilə bilir, amma daha çox əlbəttə işdən görürük ki, nə qədər materialı verirlər. Ala otur bir nəticə çıxart görün biz hara gedək bundan sonra. Doğrudur və bəzən nəyisə öyrənmək, yeni bir biliyi, bacarığı öyrənmək üçün sən keçmişdə öyrənmiş olduğun nəyisə də unutmalı olursan. Düşünürəm bu da çox vacibdir. Çünki xüsusən də bir sahədə uzun müddət çalışanda, yaxşı peşəkar olanda elə bilirsən ki, artıq sənin bildiyin mütləq həqiqət budur və hər şey belə olmalıdır, amma bəzən yeni biliklər də lazım olur. Yəni özündə belə karyeranda və ya çalışdığın sahədə nəyisə dəyişməlisən. Bunun üçün də keçmiş öyrəndiklərimizi necə unuda bilərik? Bu haqqda da müzakirəmiz olacaq. Sizin də bu məsələ ilə bağlı deyəcək sözünüz, sualınız varsa bizimlə əlaqə saxlaya bilərsiniz. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. İş işdən keçməmiş dinləyin. Bugünə olan məlumata görə artıq 6000 nəfərə qədər insan qeydiyyat mərhələsindən keçib və mənə həmişə maraqlı gəlir ki, görürsən, yəni ki, sizdə belə bir statistika var da, bunların neçəsi hansı regiondandır, nə qədəri qadındır xüsusilə? Bəli, Nərmin xanım, bu bizim hətta saytda da yerləşdirilmişdir. Ümumi statistik məlumatlar da var və illər üzrə də statistik məlumatlar var. Amma qısa olaraq mən desəm, ən çox əlbəttə ki, bizdə Bakı şəhərindən iştirakçılarımız var. 45% iştirakçıların 45%-i Bakıdandır. Daha sonra isə Abşeron rayonu gəlir və digəri Lənkəran rayonu. Qadın iştirakçılarımız çox təəssüf edirəm ki, azdır hələ də 20%-ədək. Həm iştirakçılar, həm də qaliblərimizin arasında qadınların sayı azdır. Mən bunu çox təəssüf ilə deyirəm, çünki biz idarə etmədə qadınların iştiraklılığın sayının artmasından, onların görünür olmağını çox istəyirik, amma bu cür imkanlar olanda onların iştirakını görməyəndə çox təəssüf edirik. Çünki yüksəliş bütün iştirakçılara bərabər, obyektiv, ədalətli imkanlar yaradır ki, potensialınızı göstərəsiniz, özünüzü inkişaf etdirəsiniz. Və burada əlbəttə ki, biz daha çox kişi iştirakçılarımızı görürük, qadınlarımızı da çox görmək istəyirik ki, nə qədər belə müsabiqələrdə onlar qatırsalar, o qədər görünür olacaqlar və o qədər görünür olduqdan sonra isə onları daha çox işgüzar mühitdə, korporativ mühitdə, dövlət hətta sektorunda deyərdim, görə bilərik. Nəyə görə bunu görmək istəyirik? Çünki qərar vermə prosesində bir qadın baxışının olması çox önəmlidir. Fərqli baxışın olması, fərqli perspektivdən baxılması. O biraz söz var, mən bunu düzdür sevmirəm, amma deyirlər ki, bu dünya kişilər tərəfindən kişilər üçün yaradılıb. Düzdür, çox belə şişirdilmiş səslənir, amma masada əgər kim varsa, əlbəttə o öz perspektivindən düşünərək problemi həll etməyə çalışacaq və o masada biz qadınları görmək istəyərdik. Qarşıdan da 8 mart gəlir. Mən buradan qadınlarımızı, analarımızı, rəfiqələrimizi təbrik eləyirəm. Onların gününü deyir, onların gücünü təbrik eləmək istəyirəm. Onların gücünü daha çox görmək istəyirəm burada. Çünki siz bunu bacara bilərsiniz. Heç bir fərqiniz yoxdur digərlərindən. Kəbirə xanım, mən sizə tamamilə razıyam bütün dediklərinizlə. Amma bax, son vaxtlar mənim diqqətimi çəkir ki, forumlara istər baxsaq, ya da təlimlərə filan, burada qadınlar hətta daha çox olduğu görünür. Çox qatılırlar. Amma maraqlı ki, sizcə niyə yüksəlişdə sayları bir o qədər də deyil? Yəni tam özlərinə müsabiqə üçünmü güvənmirlər, yoxsa? Onlar, düz deyirsiniz. Birincisi, artıq statistik olaraq sübut olunub ki, qadınlar özünü inkişaf etdirməkdə daha can atırlar. Buna daha çox can atırlar və ona görə də emosional zəkasını inkişaf etdirməkdəmi deyim və yaxud ailə ilə bağlı hansısa bilik və bacarıqları inkişaf etdirməkdə çox önə qatırlar. Çünki məsuliyyəti hiss edirlər. Yüksəlişdə azdır. Düzdür, biz bunu təhlil edib statistik olaraq bildirə bilmirik, amma güman edirik ki, ona görədir ki, bir çox mərhələlər var. Yəqin ki, onların buna axıra kimi getmək, o bizim bir kompetensiyamız var, nəticə yönümlülük. Yəqin ki, bu kompetensiya onlarda biraz aşağı olduğuna görə yarıda fikirlərini və ya dəyişirlər, ya dəyişməyə məcbur olurlar. Biz bunu indi bilmirik, amma axıra kimi, amma iştirakçı olaraq sayı da azdır. Qeydiyyatdan keçənlər də azdır. Ən azı qeydiyyatdan keçmək mümkündür deyə düşünürəm. Mən düşünürəm bu güvən məsələsidir. Sadəcə onlar düşünür ki, çünki bəzi miflər var. Məsələn, sən qalib gəlmək üçün maliyyəçi olmalısan. Yaxşı olar ki, xaricdə təhsil alasan. Məsələn, bununla bağlı bir sıra fikirlər var da. Bəlkə qadınlar düşünür ki, daha çox kişilər qalib gəlir onsuz. Olar. Çünki insan gördüyünə inanır. Amma bayaq dediyi biz bacarıqlarımızı tərk etməliyik. Onun üçün sorğulamalıyıq. Gördüyümüz hər şey 100% o deyil. Yaxud odursa, indilik odur. Baxın, o düşüncə var ki, indi elədir, hələ ki elədir. Amma bunu dəyişmək imkanımız var və o imkan bizdə də var. Biz də onu bir töhfə verə bilərik o dəyişimə. O güc bizdə var, istifadə etmirik sadəcə. Elə məhz
mən ona görə deyərdim ki, gəlin yüksəlişə istifadə edin, görün. Siz bilmədiklərinizi deyil, birinci ilk olaraq nəyi bildiyinizi görəcəksiniz. Bu da sizi ilhamlandıracaq. Çünki belə bir məsələ var, uğur gətirir, şöhrət gətirir. Siz buna qatılsaz, artıq görəcəksiniz ki, mən bunu bacarıram. Aha, bunu biraz daha da inkişaf etdirsəm, bunu da bacararam, bunu da. Yəni prosesin içində olmaq, o trendin içində olmaq lazımdır. Çünki kənardan oturub baxanda o güvən bizə gəlmir. Güvən üçün hərəkət də lazımdır. Bacarıqları 3 hissəyə də biz bəzən bölürük. O düşünmək bacarığı var, danışmaq bacarığı var, bir də hərəkət bacarıqları var. Biz düşünməkdə və danışmaqda bəlkə yaxşıyıq, amma hərəkət etməkdə biraz geri qalırıq. Bu müsabiqə məhz onun üçündür. Hərəkət edin, durun, içinizdən keçən o arzularınızı reallaşdırmaq üçün gözəl bir imkandır, edin. İnandırıram sizə, siz bunu etsəz, nə qədər insanı ilhamlandırmış olacaqsınız. Ətrafınızdakiləri. Əvvəlcə deyəcəklər, yox, nə edirsən, nə işin var orada, otur evdə, yeməyini bişir və yaxud get işə gəl, uşaqlarla məşğul ol. Amma inanın, içəridə bəlkə hamı bunu istəyir ki, necəsə görünsün, necəsə nəyisə sübut etsin, özgüvəni artsın. Mən istəyərdim ona görə ilk addımı atın, çalışın, yolda dayanmayın, məqsədinizi görün, hədəfinizi görün və ona doğru gedin. Çünki dediyim kimi bu sizi ilhamlandıracaq, ətrafınızı ilhamlandıracaq və ən əsası sizin övladlarınızı ilhamlandıracaq. Sizdən görüb necə məqsədə doğru irəliləmək lazımdır, onu öyrənəcəklər. Hansı ki, biz uşaqlarımıza biz öyrətməliyik. Məktəbdə deyil, evdən bunu öyrənirlər, ata və anadan. Bəzi insanlar da var ki, bu təkcə qadınlara aid deyil və xüsusən daha çox kişilərə aiddir bəlkə hətta. İdarəçilər artıq uzun müddətdir bir şirkət rəhbəridirlər və yaxşı vəzifədədirlər. Onlar da əslində qoşulmağı istəyirlər, amma məğlub olmaqdan sanki çəkinirlər ki, mən neçə ildir bu işlə məşğulam, gedəcəm də orada məğlub olacam. Razıyam, çünki ilk mərhələlərdə biz bilikləri çox yoxlayırıq və biliklər də biz məktəb, universitet dövründən aldığımıza görə onlar sonradan unudulur və ona görə hansısa mərhələlərdə biz az bal toplaya bilərik. Amma bu o demək deyil ki, biz ruhdan düşməliyik. Əgər məqsədimiz qalib olmaqdırsa, onlara hazırlaşıb, məncə üstündə işləyib irəli getmək olar. Sadəcə olaraq vaxt lazımdır. Burada iştirak etməyə, mərhələləri keçməyə, mərhələlərdən səbirlə, inamla və özünü inkişaf etdirərək addımlamaq üçün səbir lazımdır. Vaxt sərf eləməlisən, resurs sərf eləməlisən. Bundan razıyam və bir çox şirkət rəhbərləri və yaxud hansısa vəzifədə olanların buna vaxtı çatmır. Onları çox gözəl anlayıram. Siz həm də yumşaq bacarıqlar üzrə təlimçisiz. Maraqlıdır ki, bax sizin müşahidələrinizə görə şirkətlərdə əməkdaşların ən çox hansı bacarığı inkişaf etdirməyinə ehtiyac var? Bəli, mən daha çox yumşaq bacarıqlardan emosiyaların anlaşılması, idarə edilməsi və onun vasitəsilə digər problemlərimizi həll etmək üzrə sevdiyim mövzudur. Bunu demək istəyirəm. Mən hər bir şeyə emosiyalar vasitəsilə baxmağı sevirəm. Qaldı ki, korporativ sektorda, işdə, iş mühitində hansı bacarıqlara ehtiyac var? Mən deyərdim ki, ilk növbədə kommunikasiya bacarıqlarına. Və kommunikasiya bacarıqları deyəndə çox adam, bu nə var bunu etməyə, bizim ölkə satış üzrə, inandırmaq üzrə super bacarıqlıdır. Amma burada çox bir anlaşılmazlıq var. Nədir? Kommunikasiya dedikdə bu danışmaq deyil. Danışmaq deyəndə bu natiqlikdir. Razıyam, bunu çox adam qəşəng bacarır. Amma kommunikasiyada iki tərəf var. Sən qarşı tərəfə uyğun sözü çatdırmaq və qarşı tərəfdən gələn sözü anlamaq, onun üzərinə fikir bildirmək, onu qəbul etmək, onu anlamağa çalışmaq, bu düşünürəm ki, inkişaf etdirilməli olan bacarıqdır. Hələ ki, onu az görən insanlarda. Hətta mən özüm də, mən demirəm ki, bunda yüksəyəm, mən özüm də bu yolda hələ ki addımlayıram. Amma mən məqsəd qoymuşam ki, kommunikasiyanın elə bil, biz kompetensiyaları ölçəndə bəzən alt, üst və ustalıq səviyyəsinə görə də ölçürük də. Alt səviyyədə kimisə inandırmaq sizin kommunikasiya bacarıqlarını göstərir, amma ondan yuxarı səviyyədə qarşı tərəfi anlamaq və onun perspektivini başa düşmək və onun üzərindən yola getmək, dil tapmaq və yaxud çətin vəziyyətlərdə, konflikt vəziyyətlərdə dil tapmaq və yaxud rəy bildirmək, heç kimin tənqid etmədən, təhqir etmədən fikrini qarşı tərəfə nəzakətlə çatdıra bilmək, bunu düşünürəm ki, üzərində işləməli olacağımız bacarıqdır. Bunun üçün hansı xüsusi məşqlərə, kitablara bəlkə ehtiyac var? Məsələn, sadəcə hələ dinləmək və anlamaq üçün. Dinləmək, indi çox belə bir məşhur söz var, aktiv dinləmək məsələsi var. Onu biraz inkişaf etdirmək olar. İnternetdə yazsa hər şey çıxır. Hər bir şey. Və mən həmişə təlimlərdə bildirirəm ki, şükür Allaha, elə bir erada yaşayırıq ki, AI ilə, süni intellektlə hər bir şeyin cavabını tapmaq və onu öyrənmək mümkündür də. Adi bunu
sizdə nələr var, nələri öyrənmək istəyirsiniz, bunu ChatGPT-yə yazsaz, o sizə nə etməli olduğunuzu aydın şəkildə bildirəcək. Hansı ədəbiyyatlar var, kim bunda yaxşıdır, kimdən öyrənmək olar. O ən gözəl öyrənməli və ən asan, ən pulsuz da deyərdim, belə bir mexanizm var. Bir də insan nə vaxt nəyisə öyrənməyə başlayır. Sən başa düşürsən ki, sən onu bilmirsən. Bu səndə tam inkişaf etməyib. Amma mənə elə gəlir ki, insanların əksəriyyəti düşünür ki, onun dinləmə və anlama qabiliyyəti çox yaxşıdır. Yəni o anlamır ki, orada boşluq var. Razıyam, anlamır və konfliktlərdən də ona görə qaçır. Mən deyərdim ki, biz deyirik ki, burada konflikt problemi ən tez yolla həll etməyin vasitəsidir. Konfliktdən qaçmamalıyıq. Konflikt ona görə yaranır ki, problem var. O problemi prosta görmək, istəmək lazımdır. O fərqindəlik deyirlər. Onun fərqinə varmaqdır ki, mənim perspektivim budur, digər insanın perspektivi budur. Burada hardasa toqquşur, amma altda da bizim ortaq marağımız var. O da bu problemin həllini istəyir. Mən də amma fərqli üsullarla istəyirik. Onları bəlkə danışıb, əsəbləşmədən, səbirli olaraq onları danışıb həll etmək mümkündür. Konfliktdən niyə qaçmamaq lazımdır? Çünki bu bizdə biraz neqativ kimi səslənir də, konflikt. Neqativ səslənir, çünki biz onu neqativ mənada yəqin ki anlayırıq. Konflikt dedikdə nə nəzərdə tuturuq? Ziddiyyət. Amma mənə görə konflikt sadəcə olaraq fərqlilikdir. Biz qəbul etməliyik ki, sən və mən fərqliyik. Bizim fərqli baxışımız var, fərqli background deyirlər, fərqli təhsilimiz var, təcrübəmiz var və ondan çıxış edərək mən bura gəlmişəm, mən onu göstərmək istəyirəm. Zaten mən burada onun üçünəm. Əgər hamımız eyni olsaydıq, burada heç kimə ehtiyac olmazdı. Amma heç müzakirə etməməyə bəs nəticəsi nə olacaq? Məsələn, bir problem var, sən başa düşürsən, amma sakit qalırsan. Baxır hansı problemdir və hansı vəziyyətdə kimlə. Bəlkə hansısa vəziyyətlərdə elə olmaq lazımdır, xüsusilə emosional olanda. Həmişə bildirirəm təlimlərimdə ki, əgər siz emosionalsınızsa, yəni o şkala artıq yuxarıdadırsa, heç bir halda ünsiyyətə keçməyin, qaçın. Gedin, əlinizi yuyun, çay için, şokolad yiyin, sakitləşin, sonra gəlin söhbəti davam etdirin. Emosiyaların idarə edilməsi ilə bağlı istəyirəm də həm də danışaq. Çünki bu sizin də qeyd etdiniz ki, sevdiyiniz mövzulardan biridir. Yeri gəlmişkən bax, bir çox hallarda vurğulayırlar ki, səhv qərar vermək istəyirsənsə, bu emosiyalarla, hisslərlə verilmiş qərarlar həmişə olur, amma düz qərarlar bu həmişə ağılla verilmiş, yəni rasional qərarlardır. Siz nə düşünürsüz bu haqqda? Emosiyalarla da doğru qərar vermək olar? Olar. Əslində elə emosiyalar bizə onun üçün lazımdır, qərar vermək üçün. Sadəcə olaraq emosional vəziyyətimiz hansı halda olmalıdır, ona fikir verməliyik. Bu nə aşağıda, nə də çox yuxarıda olmalıdır. Çox yuxarıda dediyim, gəlin götürək xoşbəxtliyi. Çox xoşbəxt oluruq. Lotereya udmuşuq, $1 milyon. O xoşbəxt anımızda biz düzgün qərar qəbul etməyəcəyik. Məsələn, kimsə gəlir sizdən bunun yarısını borc istəyir, verəcəksiniz. İndi baxır kimsə. Çox güman ki, hə, çünki xoşbəxtsiz də. Amma bu düzgün deyil. Çünki o anda siz beyniniz işləmir. Bizim o sağ və sol beynimiz var. Sağ beynimiz o qədər aktiv, sol beynimiz aktivləşir və sol beyin qərar qəbul edən, təhlil edən şuurlu hissə artıq işləyə bilmir. Və yaxud əksini götürək. Çox kədərli olanda bu zamanda düzgün qərar verə bilmirik. Nədənsə qaçmaq istəyirik, gizlənmək istəyirik, sakit qalmaq istəyirik. Orada elə sakit qalmaq lazımdır. Önəmli qərar vermək lazım deyil. O gözləməliyik ki, biz neytrallaşaq, orta dərəcəyə gələk və ondan sonra biz ürəyimizə qulaq asıb düzgün qərar verə bilərik. Məhz onda. Çünki emosiyaların tarixən bizim yaşamağımıza kömək edir. Birinci odur ki, o bizə sağ qalmağa kömək eləyir, təhlükə anında qaçmağa. İkinci də ki, sevdiyimizi, istədiyimizi anlayıb qərar verməyə kömək eləyir. Əks halda biz bunu edə bilmirik. Məsələn, sübut olunub ki, sağ beyni inkişaf etməyən, yaxud zədələnmiş, hansısa qəzalarda zədələnmiş insanlar qərar verməkdə çətinlik çəkirlər. Hər şeyi çox gözəl təhlil eləyirlər, seçimlər qoyurlar, onların siyahısı var, amma oradan nə istədiklərini seçə bilmirlər. Nəyə görə? Çünki bizim əslində emosiyalarımız onun üçün lazımdır. Mən əslində hansını daha çox istəyirəm. Və daha bir vacib olan bacarıq da qeyd etdiniz ki, nəticə yönümlü ola bilmədi. Mən hətta düşünürəm ki, nə qədər insan bəlkə də bundan əziyyət çəkir. Nəyisə başlayırsan, sonra sona gətirə bilmirsən, yarıda saxlayırsan və artıq ondan hətta kitab oxumaq ola bilər, hər hansı dil öyrənmək, dietada olmaq və s. yəni müxtəlif ola bilər. Adam necə nəticə yönümlü ola bilər? Bu bacarığı necə inkişaf etdirmək lazımdır? Nəticə yönümlülük birincisi məqsəd qoymaqdır. Məqsədi görməkdir və məqsədə inanmaqdır, onu istəməkdir. Əgər siz məqsəd qoya, məqsədinizi görə, məqsədi isə inanmırsınızsa, nəticə yönümlülükdə biraz əziyyət çəkəcək. Orada artıq kənar təsirlər və yaxud bizim özümüzün qalxıb enən emosiyalarımız bizə təsir eləyəcək və nəticəyə gedə bilməyəcək. Ona görə də bir şeyi etməmişdən əvvəl mən bunu niyə edirəm? 5 niyə metodu var.
Həmişə sual verirlər. Bir məqsədi qoymamışdan əvvəl mən bunu niyə edirəm? Bunun üçün. Bəs onu niyə edirəm? Onun üçün. Onu niyə edirəm? 5 səviyyədə niyə deyərək, niyəni soruşaraq enəndə dibə, orada artıq sənin əsl motivasiyan bilinəcək. O motivasiya ilə yola çıxanda artıq sənin aydın, dəqiq məqsədin olacaq. Və yol boyu o məqsədi gözünün qabağına gətirərək o yolda gedəcəksən. Çünki o məqsəd sənin sonda nə əldə edəcəyinlə bağlıdır. İnsan həmişə nə əldə edəcəyini dəqiq biləndə o işi görür. Yəni mən bundan nə alacağam? Belə adi sualla desəm, bundan mənə nə çatır? Bunun mənə faydası nə olacaq? O faydanı insan gözü ilə aydın və dəqiq görə biləndə ora gedə bilir. Görə bilməyəndə yolda artıq enib qalxmalar onu yoldan sərpdirəcək deyim. Bu kənar təsir də ola bilər, daxili təsir də ola bilər və yaxud çətinlik ola bilər. Ən çox bu çətin işlərdə bu görsənir. Nəyə görə insanlar bəzən çətin işləri belə axıra kimi çatdırırlar? Çünki ona inanırlar, çünki onu bilirlər ki, bu mənim istədiyimdir. Amma bəzən getmirlər, çünki kimsə ona deyib, bir hansısa səviyyəyə kimi gəlir, ondan sonra dayanır. Yox, bu mənimki deyil, əmin deyiləm. O əminlik hissini bizə emosiyalar verir. Bu hissədə də emosiyalar bizə çox önəmlidir. Çünki emosiya özü energy in the motion deməkdir. Hərəkətdə edən enerji. Emosiya bizə hərəkət etmək üçün enerji verir. O bizdə olmadıqda yolda elə bil ki, benzinimiz bitir. Və əgər biz başa düşürüksə, o 5 niyədə hər hansı bir mərhələdə ona cavabımız yoxdursa və ya güclü niyə deyilsə bizdə, bu məqamda biz həmin məqsədi yəqin ki, dəyişməliyik. Mütləq dəyişməliyik. Əslində məqsədi yol boyu da dəyişə bilərik. Yəni gedəcəyimiz xırda məqsədləri dəyişə bilərik, amma ana məqsəd, mən bunu nə üçün eləyirəm, nəyə xidmət edir, sonda nə əldə eləyəcəm? Bu adətən bu məqsəd yaratmaqla, töhfə verməklə bağlı olur. İçimdə bir enerji var, onu çölə çıxarıb, onu mən reallaşdıracam, yaradacam. Axı insan özü yaradıcıdır. Düzdür, biz Allaha deyirik yaradıcı, amma insan özlüyündə bir yaradıcıdır. İçindəkini yaradır. Hətta mən misal gətirirəm ki, bizim qadınlarımız ən böyük yaradıcılardır da. Qabağına tərəvəzlər qoyursan, ondan bir yemək yaradır. Bu özü yaratmaqdır. Sözlərdən bir mesaj yaradırsan, e-mail yazırsan, hətta SMS-imiz belə yaratmaqdır. Bunu nəyə görə etdiyini biləndə artıq o rahat olacaq. Və dəyişmə məqamı gəlib çatanda, bu da xüsusi bir belə qorxu biraz yaradır. Dəyişikliklər, onların idarə edilməsi, yeri gəlmişkən yüksəlişdə də bu tələb olunan bacarıqlardan biridir. Bunu necə düzgün idarə etmək olar? Bu bacarığı necə inkişaf etdirmək lazımdır? Dəyişikliklərin idarə olunması üçün də bir çox metodlar var. Atkar metodu var məsələn. Hazırda hardakı orada da eyni ilə motivini bilməlisən. Və səni nə motivasiya edir, nə demotivasiya edir, bunu bilərək yola çıxmalısan. Əks halda yolda qalacaqsan. Yəni dəyişikliklər özü, o dəyişikliyə inam lazımdır. O dəyişikliyi görmək lazımdır və ondan qorxmamaq lazımdır. Çünki bizim ən əsas qorxumuz, ən əsas ehtiyacımız deyərdim və bundan doğur qorxumuz, ən əsas ehtiyacımız güvən hissidir. Güvən hissi olmadıqda mən nəyisə itirəcəmsə, nəsə əlimdən çıxacaq və bu da birbaşa mənim həyatıma təsir edə bilər, hansı ki həyatdan gedə bilərəm. Ən böyük qorxumuzu yaradır. Güvən hissi olmadıqda heç bir dəyişiklik baş vermir. O güvən hissi də o faydadan asılıdır. Mən ən sonda nə alacam, o mənə nə verəcək ki, hətta burada onu itirməyə belə razıyam. Ən son məqsəd nə olacaq ki, mən yol boyu nəyisə itirməyə razı oluram. Çünki mən ona inanıram, mən ora gedəcəm. İtirməyə razı olmaq bu da böyük bir cəsarət tələb edir. Bəli, biz həmişə coachingdə ilk önəmli suallardan, sonda önəmli suallardan, məqsədi biləndən sonra həmişə soruşuruq. Bunun üçün nə edəcəksən? O başlayır sayır ki, bu addımı atacam, bunu eləyəcəm, bunu eləyəcəm. İkinci ən güclü sual, bunun üçün nə etməyəcəksən? Sən artıq köhnə vərdişlərini tərk etməlisən. Bunun üçün o adamla danışmayacam, bunu etməyəcəm, sosial mediada vaxt keçirməyəcəm və yaxud pulumu hara gəldi xərcləməyəcəm və s. və digər misal gətirirəm. Çox gözəl, yəni nəyisə etməmək, nəyisə etmək qədər güclüdür. Aydındır. Və liderlik bacarığı istəyirəm bu haqqda danışaq. Çünki bu haqqda da bəzi fikirlər var ki, o da anadan gəlmə səndə olan bir şey. Düzdür, bir çoxları deyir belə deyil, amma siz nə düşünürsünüz? Mən öz dediyimdə əminəm. Halbuki dediyim kimi kolleqalarımızla həmişə biz bu haqqda fərqli fikirlərimiz olur. Bütün bacarıqlar öyrənilə biləndir. Hətta sizə deyim, xarizma belə öyrənilə biləndir, optimizm belə öyrənilə biləndir. Yəni bunun artıq araşdırmaları var, yəni elmi araşdırmaları var. Liderlikdə öyrənilə biləndir. Əlbəttə ki, hansısa səviyyəyə qədər
səndə o olanda və yaxud ətrafında hansısa lider olanda ki, ondan sən elə deyim də kopyalayıb öyrənə bilirsən, onda çox rahat olur. İnsanın ən böyük bacarığı kopyalaya bilməkdir. Uşaqlar məsələn elə öyrənir. Çünki uşaq yaşlarında olan neokorteksi inkişaf etmir. Hər şeyi güzgü neyronları ilə kopyalayaraq öyrənirlər və bu onlara inkişaf etməyə kömək eləyir. Bizim də böyüdükdə belə bu dəyişmir. Ən böyük bacarığımız kopyalaraq öyrənməkdir. Ona görə deyirlər, mentor tapın, coach tapın, özünüzə bir ideal insan tapın ki, ondan öyrənəsiniz. Lider də öyrənilə bilən bacarıqdır. Mən buna inanıram. Bəs bu özündə nəyi əhatə eləyir? Adı üstündə ingilis sözüdür, lead etmək, yəni arxasınca apara bilmək. Burada lider var, bir də follower var. Yəni davamçı var, sənə deyilənə itaət eləyirsən, səni deyilənlə gedirsən. Bir də var əksinə, sən özün inandığın şeyə arxanca aparırsan insanları. Burada görə birinci arxasınca aparmaqdır, inandırmaqdır, yolda motivasiya etməkdir. Yadınızda o böyük məqsədi unudanda insanlara bunu xatırlatmaqdır ki, motivasiya olsunlar və yaxud ruhdan düşəndə, enerjidən düşəndə onları motivasiya etməkdir, onlara dəstək olmaqdır və dəstək kimi mən həmçinin də artıq yeni termin coaching və mentoring, onları yolda öyrətməkdir, öz biliklərini öyrətməkdir. Lider həm də öyrətməlidir, o düşünməməlidir ki, mən ancaq bilirəm, o həm də yetişdirməlidir və bir də ki, o məqsəd üçün çalışmalıdır və nəticədə nə olursa olsun məsuliyyəti üzərinə götürə bilməlidir. Çünki o görür məqsədi, o məqsəd nə olursa olsun demir sənə görə oldu, ona görə oldu. Lider deyir ki, bəli, bunu biz bir kə qərar verdik, hamımızın problemidir, hamımızın töhfəsi var və bunu həll eləyəcək, inanın. Bilmirəm yüksəlişdə bu da yoxlanılırmı ya yox, amma bir layihənin, bir işin, bir fəaliyyətin məsuliyyətini özünə götürməyə bacarığı nə qədər əhəmiyyətlidir burada? Çox əhəmiyyətlidir sizə deyim, çünki bu həm də yetişkinliyin əlamətidir. O, xatırlayırsınız, bizim əsas şərtlərimizdən biri 2 illik idarə etmə təcrübəsinin olmasıdır. Bu məhz ona görə lazımdır ki, insan nəyisə idarə edibmi, məsuliyyət götürübmü, bunu arxasınca apara bilibmi? Çünki məsuliyyət götürmək qərar verməklə bağlıdır. Mən bu qərarı verirəmsə, onun nəticəsində üzərimə götürürəm. Heç kimi günahlandırmıram ki, sən dedin deyə elədim, sənə görə belə oldu. Nə bilim, dövlət bu qanunu dəyişdirdi. Nə bilim, bu qiymətlər qalxdı. Yox. Nəticə nədirsə, onu sahiblənir. Aydındır. Bir nəfər yazır ki, qalib gələnlərin demək olar ki, hamısı magistr təhsili alıb. Burada magistratura nə qədər vacibdir? Baxın, nəyə görə vacibdir? Ola bilər statistik olaraq, bəli, magistratura təhsili alanlar çoxdur. Çünki burada elə tapşırıqlar olur ki, avtomatik sizin biliklərinizin daha üst səviyyədə olmasını tələb eləyir. Yəni siz bakalavrda əgər o bilikləri yiyələnmisinizsə, nə gözəl sizə. Amma bəzən bakalavrdakı biliklər buna kifayət etmir. Ələxüsusda siz əgər öz üzərinizdə də işləmirsinizsə, onda kifayət etmir. Çünki burada gördüyünüz kimi emosional zəka lazımdır, sosial bacarıqlar, yumşaq bacarıqlar lazımdır. Tənqidi düşüncə bakalavrda düşünürəm ki, öyrədilir, yaxud öyrədilməlidir. Amma o strateji düşüncədir, layihələrin idarə olunmasıdır. Bütün bakalavr dərəcələrində bu keçilmir fənn olaraq. Amma magistratura və xüsusilə idarə etmə magistraturalarında bu keçildiyinə görə onların üstünlüyü olur. Və həmçinin eyni şey xaricdə təhsillə bağlıdır. Mən bunu çox eşidirəm ki, xaricdə təhsil alanlar daha çoxdur. Mən bunu nəticə olaraq görürəm. Çünki xaricdəki təhsil sistemi bu qiymətləndirmə meyarları üzərindən daha çox getdiyinə görədir. Yəni yumşaq bacarıqlara daha çox üstünlük verdiyinə görədir. Bizim təhsildə mən düşünürəm ki, səhv də ola bilərəm, amma gördüyümdən belə görürəm ki, daha çox o biz hard skills deyirik. Yəni peşə biliklərinə yiyələnməyə öyrədirlər. Halbuki artıq sübut olunub ki, hətta Dünya Forumunun statistikasında da göstərilir ki, növbəti 10 ildə əsas bacarıq adaptivlikdir. Emosional zəkadır, çeviklikdir. Sən situasiyaya nə dərəcədə adaptasiya olacaqsan. Hətta deyirlər ki, artıq 1-ci kursda keçdiyin, 4-cü kursda artıq informasiya artıq vaxtını keçmiş olur da, itirir özünün faydalılığını. Ona görə daim bunun üzərində işləmək lazımdır. Ola bilsin ki, xaricdəki təhsil buna daha çox fokuslanır, nəinki yerli təhsil. Onların ona görə üstünlüyü olur. Bəs yüksəlişdə ekspert olmaq istəyənlər nəyi bilməlidir? Burada da seçim mərhələsi varmı, yoxsa artıq bitir? Bəli, bizim yarımfinal və final mərhələsində biz səriştə əsasında qiymətləndiririk iştirakçıları. Ona görə də bizə qiymətləndirici ekspertlər lazım olur. Bizim qiymətləndirici ekspertlər üçün qeydiyyat vaxtımız artıq bitdi. Bu fevral ayındaydı. 28 fevralda son tarixi idi, bitib. Biz indi onların seçim mərhələsini aparırıq. Çünki
ekspert olmaq üçün də biz xeyli şərtlər qoymuşuq. Ekspertlərimizi belə biz qiymətləndiririk. Birincisi əlbəttə ki, onların tənqidi düşüncə, çoxlu informasiyanı təhlil etmək, qərar qəbul etmək, dözümlülük və ən əsası da etik prinsiplərə əməl etmək bacarıqları olmalıdır. Çünki yüksəlişdə konfidensiallıq çox önəmlidir. Bu hətta bizim dəyərlərimizdə də obyektivlik və dürüstlük bizim dəyərlərimizdir. Biz istəyirik ki, bütün iştirakçılar üçün bərabər şərait yaradaq. Kimsə hansısa məlumatı eşidərək onun süni üstünlüyü olmasın və ona görə də bu dəyərlərə sahib olan ekspertlər bizim üçün çox önəmlidir. Çox zaman sual da olur ki, nəyə görə mən iştirakçı olmuşam, sonra ekspert ola bilmərəm. Bu da məhz elə bunu özündə ehtiva eləyir ki, biz bu məlumatın konfidensiallığını saxlayacaq və bunu şəxsi maraqlar üçün istifadə etməyəcək bir insanları seçmək istəyirik. Çünki bu digər iştirakçıların seçilməsi üçün ədalətlilik və dürüstlük prinsiplərinə əməl olmasına töhfə verir. İştirakçı olanlar sonra ekspert ola bilmir. Xeyr, nə ki ekspert olanlar sonra iştirakçı ola bilmir. Bu yəni hələ ki istifadə etdiyim olunan qaydadır. Aydındır. Kəbirə xanım, çox sağ olun gəldiyinizə görə. Mövzuyla bağlı ola bilər ki, nəsə bir fikriniz var idi, nəsə hazırlamışdınız, demək istəyirdiniz, mən soruşmadım. Buyurun, əlavə edə bilərsiniz. Mən bir daha bizim qadınlarımızı 8 Mart bayramı münasibəti ilə təbrik eləyirəm və onlara iştirakçı olaraq qatılmağa xahiş eləyirəm. Bilirsiniz, 8 Mart artıq 1908-ci ildə New Yorkda bir qrup qadının, bir qrup deyil, artıq 15.000 qadının küçəyə çıxaraq daha yaxşı iş şəraiti, daha yaxşı maaş və səs vermə hüququnun əldə olunması üçün başlatdığı bir axındır, bu fikirdir. Və 2-ci Dünya müharibəsindən sonra artıq digər ölkələrdə də bu Qadınlar Günü olaraq qeyd olunmağa başlayıb və BMT də hər il müəyyən bir mövzunu seçir ki, Qadınlar Gününü təbrik etsin. Bu ilki mövzu bütün qız və qadınlar üçün hüquq, bərabərlik, güc və imkanların artırılmasıdır. Biz yüksəlişdə bu güc və imkanların artırılması üçün qadınlara şərait yaradırıq və onlardan çox xahiş edirəm ki, özünüzə güvənin. Əgər güvənmirsinizsə yenə müraciət eləyin, çünki müraciət edəndən sonra güvəniniz artacaq. Özünüz də bunun şahidi olacaqsınız. Ətrafınızı genişləndirə biləcəksiniz və qorxunuzun üzərinə gələrək öz güvəninizi daha da artıracaqsınız. Buna inanın və ən əsası siz nə qədər insanı ilhamlandıracaqsınız, ən əsası da uşaqlarınız, çünki onların hamısı sizə baxır. Kəbirə xanım, çox sağ olun gəldiyinizə görə. Çox xoş oldu bugün sizinlə həmsöhbət olmaq. Mən sonda bir daha qeyd edeyim ki, biz bugün yüksəliş müsabiqəsinin eksperti, yumşaq bacarıqlar üzrə təlimçi və koç Kəbirə Məmmədova ilə həmsöhbət olduq. Onunla birlikdə həm yüksəliş müsabiqəsinin qeydiyyat mərhələsi, həm də burada hansı yumşaq bacarıqlar tələb olunur, bunu müzakirə etdik.